Bəs dabaq xəstəliyi insana keçirmi və keçsə nəticəsi necə olar? Mütəxəssislər bildirirlər ki, dabaq insana keçə bilər, amma bu nadir hallarda baş verir. Xəstəliyə yoluxan heyvanla sıx təmasda olan şəxs bu virusa yoluxa bilər. Yəni malqara saxlayan, gündəlik malqara içində olan inəklərə yem verən şəxslər üçün bu təhlükə var. Virusa yoluxan insanlarda qızdırma, ağız boşluğunda yanma, ağızda yara əmələ gəlir. Dabağa yoluxmuş insan əsəbi olur, danışmaqda və udqunmaqda çətinlik çəkir. Xəstəlik bir həftə ərzində keçib gedir. Virus insandan insana keçmir. Bəs dabaq ətdən və ağartı məhsullarından keçə bilərmi? Mütəxəssislər deyir ki, xəstəliyin qida məhsulları ilə insana keçməsi ehtimalı yoxdur. Bu virus yalnız çiğ qida məhsulları yeyən insana keçə bilər. Azərbaycanda isə ət və süd məhsullarının çiğ şəkildə qəbul ənənəsi demək olar ki, yoxdur. Ona görə də qorxmağa dəyməz. Bundan başqa virus 70 dərəcədə 15 dəqiqəyə, 80-100 dərəcədə bir neçə dəqiqəyə məhv olur.